Dostlar salam, hər birinizi salamlayıram. Bu günləri inşallah BYD-nin uzaqdan işə salınma modulunu test eləyəcək. Görə neçə metrdən işləyir və ondan irəli gələn məsələləri də maşında müzakirə eləyəcək. Getdik. Hal-hazırda mən maşından təxminən bir 50-60 metr uzaqdayam. Gəlin göstərim. Baxın, bu maşın buradadır. Görürsünüz? Hələ buradan çalışacağım xoddayım. Yəni 2 dəfə basmaq lazımdır buna. 1, 2. Görürsünüz, reaksiya yoxdur. Bir də yoxlayıram. 1, 2. Yenə reaksiya yoxdur. 1, 2. Yenə reaksiya yoxdur. İndi pəncərəni açıb eləyəcəyik. Deməli 1, 2. Burada ucu reaksiya oldu. Gördüyünüz kimi təxminən maşına qədər olar da bir 50-60 metrə. Maşın xodlandı. İndi gedək maşında davamında göstərim, görək nə var, nə yox. Hə dostlar, indi deməli göstəririk ki, necə burada deməli neçə dəqiqə avtomobil xodlanandan sonra qalsın o vəziyyətdə. Deməli daxil oluruq vehicle settingsə, AC, yəni kondisioner moduna. Burada var remote AC schedule mod. Yəni deyir avtomobili xodlayandan sonra uzaqdan remote xodlayandan sonra kondisioner neçə dəqiqə yanılı vəziyyətdə qalsın 24 dərəcədə. Və 10 dəqiqəni seçmişəm ki, 10 dəqiqədən sonra mən maşına yaxınlaşmasam sönsün maşın. Və deyir bu kondisioner hansı modda olsun? Ekonom yoxsa komfort? Seçmişəm komfortu. Burada yəni basanda bu informasiya knopkasını deyir ki, ekonom mod kondisioner işləyir, enerji saxlama, yəni save eləmək manerində işləyir. Komfortsa, yəni prioritet verir komfortluğa, kondisionerin komfort işləməsinə. Mənə də əsas, yəni bunu xodlamışamsa istəyirəm ki, isti olsun da içəri. Yəni şey eləməsin, ekonom eləməsin. Ona görə, yəni bunu yadınızda saxlayın. Yenə də göstərirəm. Deməli, menüyə daxil olandan sonra vehicle settings, AC modda kondisioner neçə dəqiqə yanılı qalsın və hansı rejimdə olsun kondisioner. Qalan menü haqqında təbii ki, növbəti videolarda da o barədə məlumat gələcək. Videonu bəyəndinizsə like etməyi unutmayın. Kanala hələ də abunə deyilsə abunə olmağı unutmayın. Təşəkkürlər, sağ olun.